Və biri fransız yazıcısı deyir ki, mən yəni uzun illər yaşadığım dünyaya arxa çevirdim, deyib gəldim deyib Afrikaya, bir müsəlman ölkəsinə və o qəbilələrlə yaşadım və 7 il ərzində deyir onların dilini də öyrəndim. Və sonra qayıdıb və orada gördüyü qəribə hadisələri danışır. Deyir ki, bir dəfə deyib maşınla gedirik deyir. Maşınla gedirik və biraz gedəndən sonra maşının bir təkəri xarab oldu. Və o cür sürməyə başladılar. Yəni bunun üçün bir tragediya da dəhşətdir ki, yəni zapas təkər yoxdur. Və elə sürdülər. Bir təkərlər sıradan çıxdı və maşını elə bir diski ilə sürdülər. Və biraz da gedəndən sonra benzin qurtardı. Benzin də qurtarandan sonra bunlar da elə ki, düşdülər maşından, başladılar peşkom getməyə. Yəni heç nə belə vahşivən qoparmadılar, belə narahatçılıq keçirmədilər. Sonra başqa bir hadisəni danışır. Deyir ki, bunlar işi əsas qoyunçuluğu idi. Və hansısa dəniz tərəfdən gələn külək sürünün 60%-ni həlak edir. 60%-ni həlak edir və sonra külək dayanandan sonra çiyinlərini sirkələdilər və dedilər ki, bu qada-un məktub, yazılmış bir qəza qədər idi. Biz bundan da betərinə layiq idik. Yenə Allah Teala bizə rəhm elədi, 40% durur da. Yenə heç nə olmamışdı. Kimə fəallıqla işlərinə davam elədilər. Artıq qayıtmışam Fransaya, 17 ildir. Deyir, onların qarşıladığı, o müsəlmanların qarşıladığı kimi başıma gələn hadisələri qarşılayıram və and içir deyir ki, bunun yerini nə yüzlərlə iynə, nə də tabletka verə bilərdi. Və ona görə insan Allahın bölgüsünə qane olanda ən böyük o səadəti, rahatçılığı əldə edir.